Salam əziz Tapşırıq TV izləyiciləri. Hər birinizi xoş gördük. 6-cı sinif 7-ci bölmə iş dəftərinin 1-ci hissəsində, yəni 1-ci fəslindən hər birini salamlayıram. Kanalımızda videoların davamlı olması üçün kanalı bəyənin, paylaşın və abunə olun. Dərsli izahları da yuxarıda Cəbrayıl Əlili kanalında görə bilərsiniz. Və dərslərimizə gələn ildən qoşulmaq üçün 050 775 81 72. Deməli, buxar mühərrikini Nikola Kunyo ixtira etmişdir. Deməli, biz burada yanlışları və səhvləri deyəcəyik. Bu yanlışdır. Dərsi oxuyanda görəcəksiniz. Paraxod və paravozlar buxar mühərriki ilə işlər, düzdür. Karl Benz qazla işləyən daha xeyr. Qazla işləyən Laimer idi deyəsən. Benzinlə işləyən ilk avtomobil üstəkərli idi, bəli. Faytona oxşuyurdu. Benz ərinin avtomobilini şəhərinə xeyr, yanlışdır. Gottlieb Daimler motosiklet ixtira, birincisi bəli, motosiklet ixtira etdi. Sonra ilk müasir tipli Mercedes düzdür. Daimler öz adını qızının şərəfinə xeyr, Mercedes öz adını öz qızının şərəfinə Mercedes adlandırdı. Daha doğrusu onu yaradan Karl Benz idi deyəsən. Mercedes'i yaradan o deyildi. Daimler ondan əvvəl üstəkərliyini yaradıb deyəsən. Mətndə hansı məlumatlar öz əksini tapmamışdır? Buna diqqətli olmalıyıq ki, bizdən nə istəyir? Deməli, buxar mühərrikini türk alim ixtiyar etmişdir. Bu düzdür. Bu düzdür. Nikola Kunyon avtomobili lokomobil adlanırdı. Bu yoxdur belə bir material. Yəni məlumat. Buxar mühərrikinə daha çox qatar. Bu düzdür. Etienne Lerner avtomobili ippomobili yanlışdır, bilmirik. Yəni bu haqqda məlumat yoxdur. Karl Benz'in adı olması haqqında da məlumat yoxdur. 1809 Victoria adlı 4 təkərli, bu da məlumat yoxdur. Emil Yenikin qızı Adrian idi. Bu doğruydu. Adrian Mercedes, axırda Mercedes'e görə qoydu onu. Avtomobil necə yarandı? Aha, maraqlıdır. Avtomobil necə yarandı? Bunu biz mətndə öyrənmişik. Bu mətndə, daha doğrusu biz bu sualı burada öyrənmişik. İndi bu mətnlə bağlı digər suallara baxırıq. Çünki ocaqçı deyirdilər. Çünki buxar maşınları ilə işləyən maşın nədir uşaqlar? Buxar mühərrikləri ilə işləyən maşınlarda şoferin işi ocaq qalamaq idi də. Ocaq qalayıb qazanı qaynatmaq idi. Uşaqlar, düşünürəm ki, bazarı biraz necə deyərlər, səliqəli yaza bilərəm inşallah. Növbəti Karl Benz'in ixtira etdiyi mühərrik daxili yanma mühərriki adlanırdı. Nəyə görə adlanırdı? Bunun da mətndə var. Çünki bu mühərrikdə benzin daxildə alışıb təzyiq əmələ gətirirdi. İlk avtomobilin satışı nəyə görə? Çünki onlar baha başa gəlirdi də. Çünki onlar baha başa gəlirdi. Uşaqlar, sevdiyiniz avtomobil hansıdır? Mənim öz maşınımda və sevdiyim avtomobil nədir? BMW.
Ən yaxşısı BMW-dir mənə görə. Mercedes zad yox. Növbəti verilmiş fikirləri əsaslandır. Bizə bir neçə fikir verib. İnformativ yoxsa bunun informativ və yaxud xronoloji mətn olduğunu bizdən istəyir. Bizə xronoloji mətn nədir? Xronoloji mətn hər işin necə bir ardıcıl olduğu göstərilir bizə. Və iki cür, həm xronoloji mətn kimi, həm də informativ mətn kimi bunu əsaslandırmalıyıq. Ümumiyyətlə bu informativ mətndir. Çünki avtomobilin kim tərəfindən və nə vaxt ixtira olunduğu haqda məlumat alırıq. Xronoloji mətndir, çünki mətndəki hadisələr mətndəki tarixi faktlardır. Və xronoloji ardıcılıqla verilib. Və ardıcıllıqla verilib. Növbəti, mətndəki cümlələri mətnin tərkib hissələri ilə qruplaşdır. Girişə hansılar gedəcək? Gəlin bunları biz birinci neyniyək? Bunları biz birinci rəqəmliyək. Sonra ən yaxşısı o rəqəmlərə görə mən yazım bura, siz də onu qeyd eləyərsiniz. Deməli, daxili yanma mühərrikinin Eten Lerner ixtira etdi. Bu haqda biz daha çox harda görürük? Deməli, daxili yanma əsas hissələrdir 1. Sonra benzinlə işləyən avtomobillər elektromobillər əvəz edir. Bu 2 bu əsasda deyirəm, əsasda bunu balacalaşdıraq. Bir əsasdadır, 2 sonluqdadır. Araba at girişdədir. Sonra avtomobili ixtira edən Alman mexaniki Karl Benzdir. Bu sonluqdadır. Daimler-Benz dünyanın ən iri avtomobil kansleri idi. Bu da sonluqdadır. O 5 iddə deyəsən. Bertha Benz əsas hissədəydi. Onu da yazırıq. Altında əsas hissəyə bizim mətnimiz belə bundan ibarət oldu. Bundan başqa avtomobil markaları və onların yaradıcıları dinləmə mətninə gəlirik. Dinləmə mətnində qarşımıza nə tip suallar çıxacaq? Gəlin o sualları da sizinlə birlikdə necə deyirlər müzakirə eləyək. Deyir ki, iri avtomobil şirkətləri yalnız bu yanlışdır. Mətndə göstərir iri şirkətlər adi minik avtomobillərə yanaşı idman atıb. Düzdür. Enzo Ferrari'nin Lamborghini ilə kobud davranması böyük rəqabətin başlanğıcı oldu. Lamborghini bəli, doğrudur. Bu hardan görürük? Deməli, nəticədə bu şunun nəticəsində Ferrari o yaradıcısı var idi. Ferruccio özünə yeni marka yaradır.
Mən qısa yazıram, siz o hissəni yaza bilərsiniz. Uzun. Henry Fordun adı tarixdə uğur, zənginlik və zənginlik rəmzi kimi qalmışdır. Düzdür. Doğrudur. Ford şirkəti deməli, yəni Ford avtomobili bili 1 milyondan çox istehsal olunub. Bentley motosiklet istehsal etmişdir. Xeyr, yanlışdır. Yanlışdır. Bentley yalnız yüksək göstəricili maşınlar, xəttim yenə pisləşdi. Maşınlar istehsal edib. Növbəti B tapşırığı. B tapşırığı avtomobil necə yarandı və avtomobil markaları və onların yaradıcıları. Deməli, Peugeot'un bu ikinci dinləyən mətndə idi. Mercedes avtomobili Adrian bu birinci mətndə idi. Ferruccio Ferrari ikinci mətndə idi. Sonra Cunio'nun avtomobili 4.5 sürət yığırdı. Birinci mətndə idi. Ford ikinci mətndə idi. Leonard qaz mühərriki ilə işləyən o birinci mətndə idi. Deməli, bura baxırıq necə eləyəcəyik. Deyir ki, qarla dağın başı örtülmüşdür. Qarla tamamlıqdır. Tamamlığı mübtədadan sonra gəlməlidir. Deməli, başı qarla örtülmüşdür. Sonra məktəbi yazıblar. Yarış davam etdi axşama tək. Yarış axşama dək davam etdi. Nə zaman sualına cavab ver. Əvvəl Samir mağazada maraqlı 2 kitab aldı. Deməli, isimdən əvvəl say. Samir 2 maraqlı kitab aldı. Belə olmalı. Samir mağazadan 2 kitab aldı. İnversiya baş vermiş aşağıdakı cümlələri nəsrə çevirib yaz. Deməli, gülmə qonşuna, gələr başına. Burada nə olar? Deməli, bunu yazırıq. Qonşuna gülmə başına gələr. Qoymazdım anamı ala dincinim. Anamı dinc almağa qoymazdım. Sonra doymazdım anamın, deməli, anamın gül nəfəsindən doymazdım. Çox sevirəm igid kimi döyüşən, kəlməni mən, sözü mən. Mən igid kimi döyüşən, kəlməni, sözü çox sevirəm. Çox sevirəm. Yer çatmadı yazdım. Bunu da 4-də uşaqlar siz eləyin. Hələlik növbəti izahlarda görüşərik.